Python'da yazılmış proqram nəticəsini müəyyən edin. Bax, bir siyahı var və ona aid bir dövrü alqoritmimiz var. Dövrü alqoritmimizin şərtinə əsasən i sıfırdan başlayır və x-in uzunluğuna doğru artır. Yəni x-in uzunluğundan kiçik olduğu müddətcə dövrümüz işləyir. Formada bir dövrü alqoritmimiz var. Baxaq. Deməli, i var. Burada bir dənə x-i-ni nəzərə alaq. x-i. Buna formada baxaq. Deməli, i-nin qiyməti sıfırdan başladı. Deyir ki, əgər x0, yəni x-i 2-yə vursaq və 40-dan böyük olarsa, nə edək? Onun 2-yə bölməsindən tam hissəni x-a daxil edək, yəni x siyahısına daxil edək. Yaxşı, bəs x0 nəyə bərabərdir? 2-yə bərabərdir. 2-nin 2 misli 40-dan böyükdürmü? Deyil. Ona görə növbəti addıma keçirik. Üzərinə 1 gəlir i-nin. i-nin bir qiymətində x-i 4-ə bərabərdir. Bu da şərt ödəmir. 2 qiymətində amma 22-yə bərabərdir. 22-nin 2 misli bizə 44 verir və şərt ödənir. Bu səbəbdən x-a nə daxil edilir? X-a x-i-nin, yəni 22-nin 2-yə bölməsindən tam hissə, yəni 11 daxil edilir. Gəlin buraya yazaq 11. Növbəti addımda i-nin qiyməti 3-ə bərabər olur. i-nin 3 qiymətində x-i 4-ə bərabər olur. 44-ə bərabər olur və 44-ün 2 misli 88 edir. Yəni şərt ödənir. Bu səbəbdən 44-ün 2-yə bölməsindən tam hissə, yəni 22 siyahıya daxil edilir. Növbəti addımda i-nin 4 qiymətində x-i 11-dir, şərt ödənmir. 5 qiymətində 33-ə bərabərdir. 33-ün 2 misli 66-dır və şərt ödəndiyindən 33-ün 2-yə bölməsindən tam hissə, yəni ki 16 siyahıya daxil edilir. Daha sonra i-nin 6 qiymətində x-imiz 1-ə bərabərdir. i-nin 7 qiymətində 3-ə bərabərdir. i-nin 8 qiymətində 11-ə bərabərdir. Hansı ki bunlarda şərt ödənmir. i-nin 9 qiymətində x-imiz 22-yə bərabərdir. 22-də şərt ödənir. 22-nin 2 misli 44 verir. Şərt ödəndiyindən 22-nin 2-yə bölməsindən tam hissə, yəni ki 11 siyahıya daxil edilir. Növbəti addım olaraq buradan yazacağım elə i, x, i. i-nin 10 qiymətində x-i 16-ya bərabər olur. 16-nın 2 misli 40-ı keçmədiyinə görə şərt ödənmir. i-nin 11 qiymətində x-imiz 11-ə bərabər olur. Yenə şərt ödənmir. Növbəti qiymətlərinə baxaq. Baxa görə i-miz neçəyə kimi getməlidir? Len x demişik də. Len x-imiz neçədəndir? Baxa görə 4, burada 4. Ümumilikdə 12-yə bərabərdir len x. 12-yə bərabərdir və burada da i-nin bir dənə artımı var. 12 olur və burada şərt dayanır artıq. Baxın, dövr dayandı. Çünki artıq şərt ödənmir. 12 12-yə bərabərdir. Böyük deyil. Bu səbəbdən print i çap olunur. Yəni ki 12 qiyməti çap edilir və bu da A cavabına uyğun gəlir.